Xanım İsmail qızı Bakı şəhərində yazıcı İsmail Qarayev və həkim Pərizad Tağıyevanın ailəsində anadan olmuşdur. Bakının ən nümunəvi 190 nömrəli məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək uğurla jurnalistika fəaliyyətinə başlamışdır. Onun çox saylı məqalə, oçek və esseləri dövr mətbuatda dərc olunmuşdur. Xanım İsmail qızı gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuşdur. Onun 1991-ci ildən Yol qəzetində dərc olunan şeirləri maraqla qarşılanmışdır. Şair qələmini poeziya, publisistika və tərcümə sahəsində sınayaraq uğurlar qazanmışdır. Salam qadın, necəsən? Güzgüdə özünə hər gün baxa bilirsən? Nəyə var, nəyə yoxsan? Qadın doğulduğunu hələ unutmamısan. 1992-93-cü illərdə Azərbaycan televiziyasında və ilk müstəqil telekanal olan Bakı Müstəqil Televiziya İdarəsində Dünyam qəfil işıqlansa müəllif verilişi yaratmışdır. Kimlər keçir bu dünyadan ilk nəşr olunan publisistik kitabıdır. Xanım İsmail qızı Vasili Şukşinin İlan Zəhəri adlı hekayələr toplusunu İssumbosi Yapon nağıllarına tərcümə etmişdir. Dünya işığından məhrum olan insanların gözdən əlillərin dünyasından, daxili aləmindən bəhs edən Ruhun da Gözü var adlı fəlsəfi publisistik kitabı 1997-ci ildə nəşr olunub. Şeirləri Rus, Belarus, Özbək, Fars, Polyak, Türk, Holland dillərinə tərcümə edilmiş, xarici mətbuatda dərc olunmuş, antologiyalara daxil edilmişdir. Şairin Bir məndim, bir də özüm, ağ və qara, dua yağışı, səni göyə bağışladım, adı olmayan fəsil, ilahi yerimi demə, doğ və başlanır hər şey şeir topluları oxucular tərəfindən böyük maraq və sevgi ilə qarşılanmışdır. Xanım İsmail qızı ilk dəfə bəstəkar, xalq artisti Faiq Sücətdinovla əməkdaşlıq etmişdir. Faiq Sücətdinovun onun sözlərinə yazdığı Harda qaldın mahnısı şairin vizit kartına çevrildi. Harda qaldın, gəlmədin, sevirəm deyirdin. Yəqin belə yazılıb bəxtin. Kama ayrılıq nəğməsin çalır, gecələrin fıçıltısında. Qəlbim onlarda alışıb yanır, yer ilə göyün arasında. Efirdə ilk səslənən mahnısı Sevgimizi Qoruyaq mahnısı idi. Mahnı ilə bağlı Xanım İsmail qızı çox saylı müsahibələr vermişdir. Əllərindən tutub buraxmayasan, Sən ömürlük mənim yanımda qalasan. sevgimiz dənizə gücəyə olur, Sevginiz bizimlə birgə olur. Görənlər soruşur sizə nə olur. Sevgimizi qoruyun, yaşayın. Yazıcı dramaturq Tamara Vəliyevanın Mənim Ağ Göyərçin piyesini yazdığı musiqi bəstəkarın ilk iri həcmli əsəridir. Sən dünyamın özüsən, mənim görən gözümsən. Necə unudum səni, axı necə unudum. Unutmaq olmur sən, mənim ağ göyərçinim. 2003-cü ildə Xanım İsmail qızı Amerika bəstəkarı və söz yazarı Stan Slagterlə Planet Dostları adlı layihədə vətənpərvər mahnılardan ibarət Doğma Diyar adlı albomun müəllifi olub. Bu alboma daxil olan 12 mahnıdan 7-sinin söz və musiqisi Xanım İsmail qızının, 5-inin söz və musiqisi Stan Slagterin olub. Mahnılar uşaq xoru, gənc solistlər tərəfindən ifa olunub. Albom Azərbaycan və Amerikada uğurla yayımlanıb. Layihənin məqsədi Azərbaycanla Amerika arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, musiqi və sözün dili ilə ölkələri bir-birinə yaxınlaşdırmaq idi. Sevilən şair bəstəkar Xanım İsmail qızı Dünya quraq,
Unut məni, Gözlər, Qəm qalası, Doğma diyar, Mənim ağ göyərçinim və sairə musiqi albomlarının müəllifidir. Xanım İsmail qızı böyük peşə yolu keçmişdir. Şair, Gənclik nəşriyyatında korrektor, kiçik redaktor, mühəndis, texnoloq işləmişdir. Bir müddət Efiopiyada yaşamışdır. Azərbaycana döndükdən sonra yenidən nəşriyyat işinə qayıtmışdır. Azərbaycan Dövlət Universiteti nəşriyyatında şöbə müdiri, Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində şöbə müdiri, sədr müavini, Bilik Maarifçilik Cəmiyyətinin Bayatı Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini, direktor, Azərbaycan Dövlət Tərcümə Mərkəzində şöbə müdiri vəzifəsində işləmişdir. Ustad xanım İsmail qızının əsas mükafatları: Qran mükafatı, İlim mahnı şairi, Zirbədəkilər mükafatı, Bakı Gecələri müsabiqəsinin diplomantı, Vətənpərvər mahnı müsabiqələrinin qalibi, İmarət Fan Klubu Azərkeşin sevimli bəstəkarı mükafatı, Dədə Qorqud mükafatı və prezident təqaüdü.